sürüye gönderilmiş veya hücum etmiş iki ac canavarın vurduğu fesat, kişinin veya insanın dinine, mala ve şerefe həris olduğu için vurduğu fesattan daha azdır. Kişinin dinine vurduğu fesat, o hərisliyine göre, mala, şerefe hərisliyine göre, düşkünlüğüne göre o iki canavarın, ac canavarın sürüye vurduğu fesattan daha çoxdur. Baxmayaraq, ac canavar sürüye hücum ederse sürüden az bir şey qalar. Ona göre bu düşünün, Allah'ın kelamında geçen hikayelerden biri olan Qarunun hikayesini, hansı ki üsyan eləmişdi, tüğyan eləmişdi malının çox olmağına göre. Deyirdi ki, İnnəmə utituhu alə ilmin indi. Bu mənə elmime göre verilib, bu sərvət, bu mal, dövlət, elmim səbəbiylə, biliyim səbəbiylə verilib. Allah Teala batırdı onu yerə. Malını da, evini də, ətrafında olanları da ibrət etdi onu tamahkarlar üçün, ondan sonra gələnlər üçün. Ona göre tamahkar heç vaxt xoşbəxt ola bilməz malı ilə. Və xoşbəxt deyil də, niyə? Çünki başqalarının əlində olana göz dikir. Baxır kimin əlində nə var? İstəyir ki, onda olsun. Ona göre de sevinç yoxdur onda. Hətta malı olsa belə, hətta bütün dünya onda olsa belə sevinmir. Ona göre deyib ki, sallallahu aleyhi ve sellem, İzhəd fid dünya yuhibbukən nəs. Dünyadan zahid ol, yani dünyaya göz dikmə. Allah səni sevsin. Vazhəd fîmə fî eydin nəs yuhibbukən nəs. Və insanların əlində olana da göz dikmə. Zahid ol ki, insanlar da səni sevsin. İbn-i Məcə rəvayət edib və Şeyx Albani həsənləşdirib. Və kim Allah Taala'nın sevgisini istəyirsə, məxluqatın sevgisini istəyirsə, insanlarda olana tamah salmamalıdır. Təvəkkül eləməlidir Allah Taala'ya, yalnız ona. Və bilməlidir ki, ruzi yazılıb, hələ o xəlq olunmamışdan qabaq, nə hərislik, nə güclü hərislik onu artırır, nə də güclü zahidlik onu naqis edir, azaldır. Allah Teala bizi qani olanlardan etsin. Allah'a sığınaq, tamahkarlıqdan, azgözlükdən. Ey Rabbimiz, razı ol bizdən. Bərəkət ver, bizə verdiyin ruziyə bizi bağışla, valideynlərimizi bağışla və bütün müsəlmanları əff et. Allah'ım ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsməun.